Salam, hörmətli kanal izləyicilərimiz. Çox insanların axtardığı evlərdən birinə mən tanış edirəm. Evimiz təzə olaraq satışa çıxıb. Sözün düzü beyləşmişdi evimiz. Prosta pul satmadığına görə, pulların düzəldə bilmədiyinə yenidən evimiz satışa çıxdı. Şəxsi tikilidir. Ümumi 2 sot yaxın torpaq sahəsinin üzərində inşa olunub. Həyətin arasına 2 dənə, 3 dənə maşın daxil olur. Qaz, su, işıq, mərkəzi konseptlər tam qaydasından. Solda bax belə bir dekorativ işlər görünür. Evimizin fasad görünüşü görünür. Çox mükəmməl bir fasad görünüşü var. Pəncərələri şəbəkə pəncərə, bütün pəncərənin qalağı penoplasla, padvanla girişidir. Düzdür, burada xırım-xırda işlər qalıb ki, onlar tamamlanıb veriləcək. Padvanını görə bilərsiniz. Qupquru dörməsi kanal. Fundamenti 40-ın 50-yə. Fundamentdir. Həyətin əsası gördüyünüz mükəmməldir. Marşrut xəttindən məsafəsi demək olar ki, haradasa 150-200 metr məsafədə hörmətli kanal. Sənədlər isə birbaşına taraqa dalsa. Evimizin sol tərəfi də yoldur, sağ tərəfi də yoldur, qarşı tərəfi də yoldur hörmətli kanal izləyicilərimiz. Bax, belə bir gözəl bir mükəmməl evimiz satışır. Qiyməti çox bir super qiymət satışa çıxıb. Niyə görə? Bu cürlə evimiz 65.000 manata satışa çıxıb hörmətli kanal izləyicilərimiz. Sözsüz ki, real arzulanan, yəni endirim olunacaq. Evimizdə tamamlanan işləri qalıb ki, aboylar gördüyüm hamısı bahalı aboylardır, yəni burada ucuz aboy yoxdur. Evimiz 3 otaqdan ibarətdir. Mətbəximiz bir otaq boydadır, bax, genişli fiqurları qəşəng, spotu, laminatı, qaplarına kimi qoyulub veriləcək. 4 dövrəmə qoşadaş, 20-nin 40-a kəmən, qırşaya qalxmağa, yəni bu evdə kərpiç istifadə olunub, hamısı qoşadaşdır istifadə olunub. Buraya isə mətbəx mebeli yerdir, bütün kommunikasiya xətləri çəkilib hazır vəziyyətdə hörmətli kanal izləyicilərimiz. Və buraya isə evimizin yataq otağıdır. Bax, belə bir gözəl bir yataq otağı. Burada gizli işıqlardır, spotlardır, lüstrünə kimi olacaq hörmətli kanal izləyicilərimiz. Laminatın qutqası alınıb. Sabah bir üçüncü laminat hazır vəziyyətdə olur. Maksimum 3 günə evimiz hazır vəziyyətdədir. Pəncərələr birbaşa öz həyətimə baxır. Buraya isə evimizin yataq otağıdır hörmətli kanal izləyicilərimiz. Belə bir gözəl bir daha doğrusu qonaq otağıdır. Və bu pəncərəmizi bir daha xatırladım. Bax, gördüyünüz kimi yola baxır. Sağı solu yoldur, evi sıxan bir ərazi yoxdur. Aboy həqiqətən çox super aboydur. Və burada twistentə baxa bilərsiniz. Bir dənə bu twistent demək olar ki, 1200-1500 manata yığılır. Bax, belə bir gözəl bir twistent. Arkasında işıqlardır, sağında sonunda işıqlardır. TV və elektrik xətləri çəkilib, hamısı hazır vəziyyətdədir. Və sonuncu yataq otağı ilə mən tanış edim. Burası sonuncu yataq otağıdır. Bax, belə bir gözəl bir yataq otağı. Burada isə tamam, dekorativ tamam. Patolog işlənib, yəni gizli işıqları, spotları, pəncərəsi yəni bir də xatırladım, birbaşa yola baxır. Abo işləri də ancaq bu otağımızda qalıb, bunlar tamamlanıb, demək olar ki, laminat qapısı qoyulub, təhvil veriləcək alıcılarımıza. Burası evimizin sanitar qoşağıdır və burada istəyək duş kabineti qoya bilərsiniz. Yeri stop olan təsis olunub, yuxarı asma tavanla təsis olunub. Metal kafelləri hamısı 60-ın 1.20-yədir, bahalıdır. Hindistanınkidir, hörmətli kanalda, yəni yerlidir, Hindistanın kafir metaqlarıdır. Bunlar harasa 30-32 manatdır kafir metaqlarıdır, hörmətli kanal izləyicilərimiz. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərin birinci növbə siz tanış olun. Həqiqətən də belə bir gözəl bir evimiz 65.000 manata təzyiq olaraq satışa çıxıb. Evi olmayan insanlar Allah Taala belə gözəl evlər xidmət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərin birinci növbədə siz tanış ola biləsiniz.